Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərinin səhifə 79-dan 83-ə qədər olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Koordinat şəbəkəsi 1. Koordinat şəbəkəsində verilmiş nöqtələrin koordinatlarını yaz. Nöqtələri gördük. Deməli, F nöqtəsinin koordinatı 0,1, S nöqtəsində 1, 9, G nöqtəsində 4, 0, H nöqtəsində 0, 5, Z nöqtəsində 6, 8, T nöqtəsində 5, 5, Y nöqtəsində 7, 3, X nöqtəsində isə 8, 0. İkidə deyir ki, koordinatlara uyğun hərfləri üstündə yaz və alınan cümləni oxu. Deyir 6, 9. B'dir. 5, 5. Deməli cümlə nə olur? Bilikli adam neyniyər? Bilikli adam az danışar. 3. Koordinat şəbəkəsində təpə nöqtələri A, 2, 2 və B, 2, 7 koordinatlarında olan ABCD kvadratını çək. Digər təpələrin koordinatlarını yaz. Deməli, bu ikisinin nəyini verib? Koordinatını. Digərlərini də bizə bax. D'nin koordinatı budur. D'nin koordinatı da baxın bu. Yine bunlar təpə nöqtələri birləşdirək. Deməli. Baxın, təpə nöqtələri birləşdiririk. Gördünüz oldu bu da nə? Kvadrat. C nöqtəsinin koordinatı nə oldu? 2, 7. D nöqtəsinin koordinatı nə oldu? 7, 7. Hansı tapşırığa keçirik? Dördüncü tapşırıq. Koordinat şəbəkəsində ABC üçbucağının təpə nöqtələrin koordinatları verilib. A1, 2, B1, 7, C3, 2. Bu fiquru və L düz xəttinə nəzərən ona simmetrik olan DEF üçbucağını çək. DE və F nöqtələrin koordinatlarını yaz. Deməli, bunların koordinatlarını neyniyib? Verib. ABC'nin verib. L xətti nədir? Simmetriya xəttidir, görürsünüz. Deməli, bura, bura. Birləşdirik. Olur simmetrik fiqurlar. Yəni, bunu üst-üstə qatlasaq, üst-üstə düşəcək. Deməli, D-nin koordinatı 5, 2, Y-nin koordinatı 7, 7, 7, F-in koordinatı 7, 2-dir. Keçək səhifə 80-ə. 5. Verilmiş düzbucağlığın təpə nöqtələrini adlandır və onların koordinatlarını yaz. Deməli, verilmiş düzbucaqlı. Verilmiş düzbucaqlı baxın budur. Təpə nöqtələrini adlandırıb onları. Deməli, təpə nöqtələrini adlandırıb onların koordinatlarını yazacağıq. Baxaq. A11, B15, D45, C45 koordinatlardır.
Sonra bu düzbucaqlının bütün təpə nöqtələri 4 xana sağa və 3 xana yuxarı yerini dəyişdi. Alınan yeni düzbucaqlını çək və onun təpə nöqtələrinin koordinatlarını yaz. Deməli, bütün təpə nöqtələri 4 xana sağa. Bura gəlir. Bunlar da bura gəlir. Sonra deyir ki, alınan yeni, yox, 4 xana sağa, 3 xana yuxarı. 1, 2, 3, 1, 2, baxın, 3 gördünüz, yenə də 3 xana da yuxarı getdi. Eyni oldu, yəni. Aha, yəni, sızağını çəkək. Aha, gördünüz, alınan düzbucaqlı bu oldu. Deməli, A nöqtəsi harda oldu? 5, 4 koordinatında. Sileda. Aha, ha, B nöqtəsi oldu 5, 8 koordinatında, C nöqtəsi 8, 8, D nöqtəsi 8, 4 koordinatında oldu. 6. Tapşırıqları yerinə yetir. Koordinatları 2 və 5, 2, 5 və 8, 5 olan nöqtələrdən keçən düz xətt çək. Çəkdik. Koordinatı 1, 2 olan nöqtədən bu düz xəttə paralel düz xətt çək. Deməli, buradan, baxın bura. Paralel xəttlər. Bu düz xətt üzərində hər hansı bir nöqtəni qeyd et və koordinatlarını yaz. Yəni, hər hansı bir nöqtəni qeyd edirik. Bu nöqtə. Koordinatlarını neyinirik? Qeyd edirik. Baxın, mən bu nöqtəni götürdüm. Aha. Bu nə oldu? A. Belə. Bu nöqtəni götürdüm. Nə oldu bu? A. Demək, hardansı xanada? 4, 2. Koordinatı 5 olan nöqtədən hər iki düz xəttə perpendikulyar düz xətt çək. Hər iki xəttə. Aha, çəkdik də. Aha. İki düz xəttə perpendikulyar olan düz xətt çək. Bu düz xətt üzərində olan hər hansı bir nöqtəni qeyd et və deməli bunları silək. Aha, bu düz xətt üzərində olan hər hansı bir nöqtəni qeyd et və koordinatlarını yaz. C nöqtəsi qeyd elədik və 5, 6 koordinatı. Sonra düz xəttin kəsişdiyi nöqtələri hərflərlə adlandır və koordinatlarını yaz. Kəsişdiyi N və M'in koordinatı 5, 3, N'in koordinatı 5, 5'dir. Sonra 7'də deyir ki, siçan pendir olan nöqtəyə yalnız neynir? Yalnız koordinat şəbəkəsinin xətləri üzəri ilə hərəkət etməklə gedə bilər. Amma siçan, pişik, tələ və kirpilər olan dairələrdən keçməməlidir. Siçanı pendirə aparan ən qısa yolu çək və uyğun parçaların təpə nöqtələrini adlandır və koordinatlarını yaz. Aha, deməli birinci siçan hara gedər? Dəqiqə. Hara gedər? Baxın bura. Görürsünüz, bax bura. Sonra hara gedər? Bax bu. Tam bura. Dəqiqə. Bura. Elə deyil. Sonra bura gələcək. Sonra da bura. Gördünüz mü? Heç nəyə dəymədik. Deməli nöqtələri neyniyək qeyd edək də?
Doğru çünkü. Ha, bunlar noktalar qeyd edirik. Ha, sonra deyir ki A A 00, B 30, C 36, D 76, E 79, F 99 noktasında yerləşir, gördünüz. Aha, nənə keçək səhifə 81-ə. 8. Elxan anası qabdakı suyu zəif odun üzərinə qoydu. Başlanğıc anda suyun temperaturu 10 Selsi idi. Sonrakı hər dəqiqədə suyun temperaturu 5 Selsi 6. Cədvəli tamamla artdı. Cədvəli tamamla və uyğun xətti diaqramı çək. Deməli, 5 artırsa bunları görürsüz bir ay. Görürsüz bunlar neynir? Bir artır. Bunlar neçə artır? 5 artır. 10, 15, 20, 25, 30, 35, 40. Deməli, bunları da həmin qayda üzrə çəkirsiniz belə xəttə, bildiniz? Baxın, tam belə nöqtələrdən keçməklə. Düz xətt çəkirsiniz. Sonra nöqtələr bura, bura, bura. Deməli də yazırsınız hamısını. Baxın belə. Bildiniz mi? Aha, 7 dəqiqədən sonra suyun temperaturu neçə dərəcə olar? 40-ın üstünə 5 gəlir, eləyəcək 45. Neçə dəqiqədən sonra suyun temperaturu 60 Selsi olacaq. 60-ı 5-ə bölür, eləyir 12. Dəniz döyüşü oyunu 1. Hər oyunçu mənim donanma sahəsində öz gəmilərini rəqibin görməməsi şərti ilə yerləşdirir. Belə ki, gəmilər arasında ən azı bir boşxana saxlanmalı və bütün gəmilər göstərilən formada olmalıdır. 2. Birinci oyunçu atəş açdığı nöqtəni rəqib donanma sahəsində qeyd edir. Bu zaman atəş hədəfə gəldikdə çapraz xəttlə, dəymədikdə nöqtə ilə işarələnir. 3. Rəqib dəydi, batdı və ya dəymədi sözləri ilə cavab verməlidir. Atəş hədəfə dəymədikdə növbə rəqibə keçir. Donanması məhv edilən oyunçu məğlub olur. Baxın, kimsə ilə oynaya bilərsiniz. Bunu da buradakı oyun. Gördünüz, mən də elə belə oynamışam. Baxın, buralara donanmalar yerləşdirdim. Bura, belə. Görürsüz, arasında bir damla boşluq var. Belə. Belə, sonra bir dənə belə. Sonra bir də belə. Aha, gördünüz, donanmalar budur. Məsələn, tutaq kimsə ilə oynadınız. Əgər orada donanma varsa, nə edirsiniz? X qoyursunuz. Yoxdursa, nöqtə qoyursunuz. Bildiniz? Bunda kimsə ilə, dostunuzla və ya hər hansı kimsə ilə oynaya bilərsiniz. Keçdik səhifə 82-yə, həndəsə ornamentlər. 1. Nümunədə fiqurun yerini dəyişmə qaydasını tap. Eyni qayda ilə fiqurların yerini dəyişdir və alınan fiqurları çək. Nümunədə göstərdim necə dəyişmə qaydasını tapırıq. Orada necə dəyişirsə biz də elə danışıb tapacaq. Aha. Sonra deməli burada necə almalıdır sonra? Ay. Bir dəqiqə. Aha. Baxın belə. Belə. Və axırda da belə. Gördünüz? Sonra digərində belə çəkirsiniz. Belə. 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 Baxın. Və digərində eyni şəkildə çəkirsiniz özünüz. Yəni mən burada nümunə əslində var da, yəni çəkmək asandır. Verilən xətt əsasında fiqurların güzgü əksi. Güzgü əksi yəni simmetrik. Simmetriyasını çəkin də.
Qatladıq, üst-üstə düşsün. Özü bu. Məsələn, baxın, qaranlıq, yox. Sonra bir dənə də bunu da çəkək. Artıq bu da bir həndəsə ornament kimidir. Gördünüz, kvadrat elə bildiniz bucaqlıdır. Ancaq nəylə? Həndəsi ornamentlə. Gördünüz nə qəşəng oldu. Yəni həndəsi ornament də budur da bildiniz. Mən onun üçün çəkdim onu. Nümunədə fiqurun göstərilən qırmızı nöqtə ətrafında dönmə qaydasını tap. Eyni qayda ilə fiqurlar göstərilən nöqtə ətrafında döndürməklə alınan fiqurları çək. Deməli, burada yana çevirirsiniz. Bildiniz? Baxın. Digərlərində bu qayda ilə, baxın, belə hamısını çəkirsiniz. Bunları. Bildiniz? Yəni, baxın, bunları. Mən nə çəkmişəm, görünür də karandaşla, sadə karandaşla səliqəli bir şəkildə çəkim. 4. Həndəsə ornament olanları düzgün işarəsi ilə, olmayanları isə X ilə qeyd et. Ornamentlər həndəsi fiqurlardan və hansı hərəkətlər nəticəsində alınmışdır. Deməli, birinci nədir? Həndəsi ornamentdir. Ona görə buna bir düzgün qoyuruq. İkincisi həndəsi ornament deyil, üçüncüsü də deyil. Ancaq dördüncüsü nədir? Həndəsi ornament. Keçək səhifə 83-ə. Ornamentlər hansı fiqurdan və hansı hərəkətlərlə alınmışdır? Rəngləməni davam etdir. Aha, deməli birincidə baxın. Hardan mən çəkmişəm? Baxın. Görürsünüz, bax, buradan artıq nə edirsiniz? Siz çəkməyə başlayırsınız. Sonra buradan rəngləyirsiniz, yəni çəkmirsiniz, rəngləyirsiniz buradan da. Bu yerdən siz çəkirsiniz. Rəngləyirsiniz də həmin qaydaya əsasən. Görün necə rəngli bilərsiniz də elə. O qaydayla elə rəngləyin. 6. Həndəsə ornamentlər davam etdir və müəyyən qayda ilə rənglə. Deməli, davam etdiririk. Yəni, siz görürsünüz də necədir. Mənim bir də üstündən getməyimə ehtiyacım yoxdur. Eyni qayda, bir rəngi rənglədiniz, necə? Tutaq ki, anda narıncı sarı, narıncı sarı, narıncı sarı, narıncı. Yəni, belə eyni şeylər təkrarlayırsınız, bildiniz? Təkrardır da. Nəyinə keçək tapşırıq 7-yə. Naxışın hansı fiqurlardan çəkildiyini müəyyən et və bu fiqurları çək. Bu naxışdan 5 ədəd yanaş çəkmək üçün hər fiqurdan hissəsini çəkmək lazımdır. Deməli, romba baxaq. 4 dənədir. Romb. Neçə dənədir? 4 dənə. Deməli, 4-ü 5-ə vururuq 20. Çünki 5 ədəd yanaş çəkmək üçün. O fiqurdan neçəsini çəkmək lazımdır. 4-ü 5-ə elədik 20. Neçə yazdıq? 20. Düz bucaqlı 3 bucaq. Hanı düz bucaqlı 3 bucaq? Bax, elə burada. Görürsünüz kvadratın içində. Neçədəndir? 8-i 5-ə vururuq 40. Niyə vururuq? 5 ədəd deyir. Nəli vuranda neçə eləyir? 40. Yazdıq bura 40. Sonra deyir körbucaqlı 3 bucaq. Buna körbucaq yox. Körbucaqlı 3 bucaq da elə baxın bunlar. Bu kvadratın içində olan 3 bucaqlar. Düz bucaqlı 3 bucaq 40 dənədir də. Buradan da çünki eyni saydadılar. Keçək nəyə? Tapşırıq 8-ə. Verilən fiqurlardan həndəsə ornamentlər çək və rənglə. Kvadratda deməli, yalnız bir fiqurdan istifadə etməklə.
Orada gəlin romb çəkək belə. Romb. Yəni rombu çevirəndə də eyni olacaq da. Yəni romb eləyək. Belə. Sonra təkrar belə. Sonra belə. Belə. Bir-birinin içinə girən. Belə. 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 Və s. də yəni. Bildiniz, belə həm də ornament belə çəkin, ən yaxşısı budur. Bir neçə figurdan istifadə etməklə, deməli, kvadrat, üçbucaq, kvadrat, üçbucaq, kvadrat, üçbucaq və s. ilə yaza bilərsiniz. Belə dostlar, bugün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.